Allah Azze ve Celle heç bir ayədə demir ki, yalnız bütlərə ibadət etməyin, salihlər icazəlidir deyə belə bir ayə yoxdur. Allah Azze ve Celle وَلَا تُشْرِكُوا بِهِ أَحَدًا ona heç kəsi şərik qoşmayın deyir. İstisna etmədən ümumiləşdirir və xüsusi bir insanı, şəxsi istisna etmir. Baxın, insanların ən xeyirliləri, ən üstünləri Allah Azze ve Celle'nin gönderdiği peyğəmbərlərdir. Ən xeyirlisi Muhammed sallallahu aleyhi ve sellem. Ən yüngül kəlmədə belə Allah'ın adının bərabərləşməsini istəmirdi. Sahabələrdən biri gəlir deyir ki, Məşəallah və şeyt. Allah ve sen istedin diye bu şey baş verdi. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, Ecealteni lillahi nidde. Sen bana Allah'a ortak mı koştun? Bu kəlmədə belki de çokları bunu dərk etmir. Resulullah sallallahu aleyhi ve sellem hemen ona inkar etti. Bel meşeallah vahde. De ki tek Allah istediği oldu. Resulullah sallallahu aleyhi ve sellem o şekilde zikir olunmasını inkar etti.